Üzərində kərə yağı yazılsa da, içi bitki yağı imiş. Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluqlar aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, fiziki şəxs Cəfərov Əli Telmanoğlu'nun istehsal elədiyi kərə yağlarından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında bitki sterinləri və eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri aşkarlanıb. Faktla bağlı agentlik tərəfindən sözü gedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Qeyd edilib ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldanması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində zorbin və benzoy turşuları da olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olmayan bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır. Uyğunsuzluq aşkar olunan məhsul partiyaları isə bunlardır.